qeydinə götürək, çünki digər başlarına göndərə bilək. 75-dən əvvələ bizim burada suallarımız var axı. Yəni 75-ə qədər hər hansı bir sualımız yoxdur mu? Məsəl üçün 74. 74. Naytavan, sənin sualın varmı? Məndə 79-dur. 79-dur. Bizə də rəqəm. Bizə də rəqəm qeyd davam etdirək. 74-cü sual. Sual 74-də, baxın. Deyir ki, 11-də 3 kəsrini sonsuz dövrü onluq kəsr şəklində yazın. Bu bizim üçün adi kəsirdir. Deməli, Hafiz, adi kəsiri onluq kəsir çevirmək üçün nə etmək lazımdır? Kəsirin sürətini onun məxrəcinə bölmək lazımdır. 11 nədir? 3 böləcəyik 11-ə. 3 11-ə bölünməz. 0 tam deyib bir dənə 0 əlavə edəcəyik. Düzdürmü? İndi gəlin baxaq. 30-un içərisində 11 yerləşən 2 dəfə. 22 qalar 8. Dedik ki, hər dəfə 1 0 artıra bilərik. Düşər 7 dəfə. 77. Elədirmi? Bəli. 3, 1 0 artırarıq. Yenə 2-yə vurarıq. 22 qalar 8. Yenə vurarıq 7-yə. 77. Yenə qalar 3, 0 artırarıq. Və eyni şəkildə davam edəcək. Yəni 0 tam 27, 27, 27 və sonsuza qədər davam edər. Burada 27 oldu dövr edən, təkrarlanan hissə. Yəni 0 tam dövrdə 27 B bəndi. Olar mı kişi? Bəli. Buyur, sualınızı verin baxın. 79 dedilər. 79-dan əvvəl sual yoxdur ki? Var idi müəllim, yazdım özə, başa düşdüm. O zaman istəyirsinizsə 79-cu suala baxa bilərik. 79-cu sualda deyir ki, ədədlərdən ən böyüyü hansıdır? 0 tam %73, 0 tam 1000-703, 0 tam 1000-693, 0 tam %67, 0 tam 1000-732. Bunları bərabərləşdirmək üçün bildik ki, onluq kəsirin sonuna istənilən qədər 0 yazsaq qiyməti dəyişərmi? Xeyr, müəllim. Xeyr. Dəyişməz. Lələşova, deyirsən dəyişməz. Niyə dəyişməz? İzah edə bilərsənmi? Nə üçün onluq kəsirlərin sonuna istənilən qədər 0 yazsaq qiyməti dəyişməz? Buyur. Mənim çünki 0 heç nə bildirmir. 0 heç nə bildirmirsə, onda belə çıxır ki, sənin üçün 10 manatla 100 manatın heç fərqi yoxdur. 0-ı nə qədər yazsaq da, yəni də məsələn 0 tam %67 olaraq qalırdı. Mən sənə deyirəm ki, yəni dedin ki, birinci belə ifadə edin ki, fikrini 0 heç bir şey bildirmir. Onda mən deyirəm sənin üçün 10 manatla 100 manatın fərqi yoxdur mu? Bu bir. İkincisi, bir də təkrar edin, nə etmək olar? Məsələn 0-dan %67 yana nə qədər 0 yazsaq da, yəni Qiymət dəyişməz. Niyə? Gəl niyəsinə baxaq. Sual qalsın, həkki qıraqdır. 0 tam 10-da 3, 0 tam %30-a, bu da 0 tam 1000-300-ə, bu da 0-dan və s. Yəni, onluq kəsirlərin sonuna nə qədər 0 yazsan, nəticə dəyişməz. Niyə dəyişməz? Gəl baxaq. Çünki birinci kəsir 0 tam 10-da 3-dür. Yəni 10-da 3. İkinci kəsir 0 tam %30-dur. Yəni %30. Üçüncü kəsir 1000-300. Dördüncü kəsir və s. Nə qədər 0 yazsaq fərq etməz. Deyirik. Ona görə ki, baxın, birinci kəsir 10-da 3-dür. İkinci kəsir %30-dur. Hər tərəfin 10-a bölsən yenə qalarmı 10-da 3? Hər tərəfin 100-ə bölsən yenə qalarmı 10-da 3? Sən demə məhz buna görə də onluq kəsirlərin sonuna istənilən qədər 0 yazsaq qiymət dəyişməz. Çünki onu adi kəsirə çevirəndə onun yanındakı 0-a məxrəcdəki 0 ixtisar edəcək. 10-a, 100-ə, 1000-ə və s. Oldu mu? Və qiymət dəyişməz.
Ona görə də sən demək dəyişməmiş və biz bu qaydadan istifadə edərək 79-cu sualda 0-dan 173-ün sonuna 0 əlavə edirik. Yəni bunların hamısını bir eyni rəqəmə, 3 rəqəmini tamamlamaq üçün. 0-dan %67-dən sonra 0 əlavə edirik. Hamısı oldu 3 rəqəmi ədədlər. Gəlin müqayisə edək. 3 rəqəmi ədədlərin içərisində bunun birinci rəqəmi 7-dir, 7-dir, 7-dir. Bunlar hamısı bir-birinə bərabər tələkkür. Artıq bu 6-ların üstündən xətt çəkirik. Bunlar kiçikdir. Niyə 6 ilə başlayır, düzdürmü? Hələ ki, bunların ilk 3 onluğu eynidir. Daha doğrusu onda birləri. Keçək yüzdə birlərinə. Bunun yüzdə biri 3-dür, yüzdə biri 0-dır, yüzdə biri 3-dür. 0 olan kiçikdir. Qaldı. 0 olan. Keçdik mində birləri yoxlamağa. Bunun mində biri 0-dır, bunun mində biri 2-dir. Hansı böyükdür? 0-dan 1732. Oldu mu? Bax, əgər biz bu kəsri müqayisə edibsə, əsl şəkildə bu cür müqayisə olunmalıdır. Buyurun, 85-ə qədər sualınızı verin. 84. 84. Amma 84-dən əlavə... Necə? 82 müəllim məndə. Aha. Hətta 82-dən əvvəl Fatimə, mən təklif edərdim ki, gəlin 81 işləyək. Görürsən 81 işləmirsən ki? Xeyr, mən onu da yazmamışam. Ben niyə sual vermirsən? İndi gördüm onu yazmadım. İndi gördüm. Mən deyirəm, bax, hər dəfə sualın üzərindən keçməyin. Bax, 81-ci sualda bu kəsir bizə verir. Deyir, A-nın hansı natural qiymətlərində kəsir düzgün kəsir olar. Düzgün kəsir o deməkdir ki, kəsirin sürəti, yəni 7A+8 onun məqsədindən kiçik olsun. Bunu demək istəyirsən. Kəsirin sürəti 7A+8 onun məxrəcindən, yəni 21-dən kiçik olsun. Həll etsək 7A kiçikdir. Neçədir? 13 midir? 13. A kiçikdir 1 tam. 7-də 6. Aynısı olan mı? 1. Ha, 13. Düzdür? Bəli. 82-ci suala keçək. Bax, Fatimə, 82-ci sualda abituriyentlərin qruplar üzrə, yəni səyahət və abituriyentlər verilibdir. Bizim üçün tam çevrə nə qədərdir? 360 dərəcə. 360. Birinci qrup var, ikinci qrup var, üçüncü və dördüncü qrup var. Düzdür, burada biraz düzgün verilmir, çünki sanki elə 1-lə 4 bir-birinə bərabər deyil. Həmişə aşağı olur 4. 4 dənə qrupu bizə verir. Birinci qrup verir 90 dərəcə. Yəni, nə qədər şagirdlisə, bu tam bucaqda 360 dərəcədə ona düşən hissə 90 dərəcəli hissədir. Dördüncü qrupların payına düşür 80 dərəcə. Üçüncü qrupların payına düşür 100 dərəcə. Dedik, tam bucaq bizim üçün nə qədərdir? 360 dərəcə. 360 dərəcənin 80-in, 90-ı və 100-ü çıxar. Bunların üçünün cəmi. Eləmi? Neçə qalan yerdə? 280 eləyir. Ondan deyir. 280 eləməz, insafın olsun. 90 dərəcə qalır. 277. 277 qar nə qədər? 90 dərəcə. Ay, sağ ol. Deməli, ikincinin payına qalar 90 dərəcə. Yəni, ikinci qrupa. İndi bizə deyir ki, ikinci qrupa sənəd verənləri kəsirlə göstər. Ümumi nə qədər olmalıdır? 360 dərəcə. 360-ın 90 düşür ikincilərin payına. Lap birinci onu ixtisar eləyək. Olsun 36-da 9. Sonra 9-u ixtisar qalsın 4-də 1. 4. Olar? Bəli, müəllim. Aha. 83-cü sualda eyni sualda. 89-cu suala qədər buyurun. 84. 84. 84. 84. 84-cü sual. Bu tətbiq suallar niyə bu qədər sizdə? Birinci qalxıraq. 2 tam 4-də 3. Yəni 2 tam 4-də 3-ü ümumiyyətlə onlu kəsir ifadə edə bilərdik. Amma daha yaxşı bunlar keçirək adi kəsirlərə. 2 tam 4-də 3 bizim üçün qarışıq kəsirdir. Düzgün olmayan çevirmək üçün nə edəcəyik? Tam hissəni kəsirin məxrəcinə vurub olacaq 4-də 11. Bir dənə mənim bax, mexanik səhv etməyim, olar mı?
1 tam onda 1. 1 tam onda 1 bizə nə verəcək? Onda 11. 11. Plus 3 tam 3 də 1 hələ ki öz yerində qalsın. Kəsrin məxrəcində 2 tam onda 5-i saxlayaq hələ ki. Çıxılsın 0 tam onda 4, yəni nə deməkdir bizim üçün? Onda 4. Vurulsun 3 tam 3 də 1 var. 3 tam 3 də 1 bizim üçün nə verər? 3 də 10. Yəni 3 tam 3 də 1 qarşı kəsrin düzgün olmayanı çevirərkən 3-ü vuracaq kəsrin məxrəcin gəlişvətin üzərinə. Bir də bölünsün 5 də 1 var. Düzdür? İndi sadələşdirək. Kəsrin sürətindən başlayaq. Kəsrin sürətindən başlasaq, 4-də 11 birinci tərəf olduğu kimi qalır, ikincinin tərsinə vururuq. 11-də 10 plus 3 tam 3 də 1 hərəkət saxlayaq. 2 tam 10-da 5 minus. Burada ixtisara gedər, onlar qalar 3-də 4. Kəsrin bölməsində yenə birinci tərəf qalar, ikincinin tərsinə vururuq. 5-də 1-in tərsini də 5 edər. 5 Burada edir. 11-ə ixtisar gedər. Yenə kəsr sürətində qalar 4-də 10. Bu da 2 ixtisar gedər, qalar neçə? 2-də 5. 2-də 5. 2-də 5 plus 3 tam 3-də 1. Eləmi? Kəsrin məxrəcinə baxsaq, 2 tam 10-da 5 yenə neçə eləyir? 2-də 5. Minus 4, 3-də 4-də neçələr bizim üçün? 1 tam 3-də 1. 1. Bir də vurulsun 5 var. İndi sürət və məxrəci ortaq məxrəc ilə 2-yə və 5-ə ortaq məxrəc neçədir? Normalni. Neçə? 2 5. 2 ilə 3 deyək. 6 deyilmi? Bəli, müəllim. Bəli. Aha. İstəsəz bu 2-də 5-i biz nə yaza bilərdik? Bilirsiniz? 2 tam neçə? 2-də 1. 2 tam 2-də 1. 2-də 1. 2-də 1. Toplayarkən, ümumiyyətlə hər iki hamısını saxlayaq. 2 və 3 orta məxrəc olacaq 6. 6 olması üçün birinci kəsrin sürət və məxrəcini, bax bunu. Hər tərəfi neçəyə vuracaq? 3-ə. İkincinin hamısını vuracaq 2-yə. Burada da birinci hamısını vuracaq 3-ə, bunun hamısını vuracaq 2-yə. Elədir? Onda birinci kəsr olacaq. 2 tam 6-da 3 plus 3 tam 6-da 2. Aşağıda 2 tam 6-da 3 plus, yox, minus daha doğrusu 1 tam 6-da 2. Bir də vurulsun 5 var bizim üçün. Kəsrin sürətində olacaq 5 tam 6-da 5, məxrəcdə olacaq 1 tam 6-da 1 mi qarşılayırsan, vurulsun 5 var. Yenə qarşı kəsrə nəyə çevirməliyik? Düzgün olmayan kəsrə olacaq 6-da 5 dəfə 6, 30 üstə gəl 5. 35, 6-da neçə eləyəcək bu da? 7. Bir də vurulsun 5 var. Yenə kəsrin bölməsinə gəl, birinci tərəf olduğu kimi qalacaq, yəni 6-da 35. İkincinin tərsinə vuracaq, yəni 7-dən 6-ya, bir də vurulsun 5 var. 25. 6-dan gedər, 7-dən 35 gedər, 5 qalar. Qalar 5 vurulsun 5, yəni 25. 25. Olar mı? Bəli. Aha. Davam edirik. Növbəti sual. 85. 85. Baxaq. Aha. Gəlirik işçi hovuz məsələləri anlayışına. Baxın, işçi hovuz məsələlərini həll etmək üçün hansı prinsip var? Necə işləyərsiniz? Kim istiqamət verə bilər? Tənasib də müəllim. Xeyr. Elə 85-ci sualı nümunə götürüb üzərində işləyirik. Ümumiyyətlə, sual təhlil edib verilənləri yazmaq lazımdır, əgər məsələ işləyirsənsə. Bir fəhlə işi 8 saata. 2 fəhlə var. Birinci fəhlə işi görür 8 saata. Bax, bunu qeyd elə. Digər işi həmin işi 6 saat görür. Onda ikinci fəhlə bu işi görür 6 saat. Oldu mu? Bu, birinci tək işləsə, işi qutarar 8 saata, ikinci tək işləsə qutarar 6 saata. Bunlar ikisi bir yerdə işləyir, özü 3 saat işləyirlər. Əgər ikisi bir yerdə işləyirsə, bax, birinci tək işləsə,
bir saata işin hansı hissəsini görərdi? 8-də 1. Axı, hamısını 8 saata bitirib qutarır. Məsəl üçün, belə deyək də, düşünək ki, bizə hər hansısa bir iş tapşırılır. Biz bu işi 8 aya bərabər qüvvə ilə işləyirik. 8 saata işin tamamını qutarırıq. 1 saata işin hansını görmüş olarıq? 8-də 1. 2 saata 8-də 2-sin. Məsələn, 5 saata 8-də 5-in. Aydın deyil? Əgər birinci fəhlə, birinci işçi, usta, nəysə, işi 8 saata görürdüsə və 3 saat işləyir, fikir versin, hər ikisi. Onda birinci 3 saata görər işin 8-də 3-ün. Aydın oldu, yoxsa yox? Aydın. Piruz. İkinci, bu işi görür 6 saata. 1 saata görərdi 6-da 1-in. Bu da neçə saat işləyir yenə də? 3 saat. Görürsünüz? Onda işin görər 6-da 3-ün. Aydındır? Toplayaq görə nə edir? Əvvəl ixtisar aparaq mı? 2-də 1 qalır, eləmi? 8-də 3 plus 2-də 1. 8-də 3. 2-də 1-in hər tərəfinin 8 olmasını neçəyə vurmalıyıq, qardaş? 4-ə. O da 8-də 4, yəni 8-də 7. Demək, ikisi 3 saat işləsələr, işin 8-də 7-sini görmüş olarlar. Yaxşı, işin tamı, bütövü nə qədərdir? 8-də 8-dir. 1 deməkdir. 1 nə deməkdir? 8-də 8. Eləmi? Tam. İşin də 8-də 7-sini gördülərsə, əlbəttə ki, 8-də 1-i görülməmiş qalır. Bəli. Yenə aydın olmadı. Aydındır müəllim. Eləmi? Onda, məsəl üçün, mən sizə sualı belə verərdim. Eşidirsinizmi? Bəli. Bax, 85-ci sualı əsas götürüb davam edirəm. Deyirəm, birinci fəhlə bir işi görür 8 saata. Yenə deyirsən, bax, bunu mütləq yaz. Birinci görür 8 saat. Bu işarəni qoy. İkinci bu işi görür 6 saata. Neçə saata? 6 saata. Aydındır? Bəli. Bu işi birinci fəhlə tək başına, birinci fəhlə. Görürsünüz? 2 saat gördükdən sonra çəkilir qırağa. Digər fəhlə gəlib 3 saat işləyir. Bax, düşünək ki, biz hər hansısa bir yerdə elə bir kamaz kubik var, bunu daşımalıyıq. Mənim gücüm biraz zəifdir, mən daşıyıram 8 saata. Maşallah olsun, bizim burada müəllim var, Cavid bəy, bəli. O daşıyır onu 6 saat. Eləmi Cavid? Bəli. Boyda buna məndən yükədir, maşallah olsun. Baxın, mən bu işi görürəm 8 saata, Cavid bu işi görür 6 saata. Bu kubiki buradan bura daşıya bilərik. Mən gəlib bu gün 2 saat işləyib gedirəm. 8-də 2-dir. Müəyyən qədərini daşıdım. Çıx gedirəm. Məndən sonra Cavid gəlib 3 saat işləyir. Çıx gedir. İndi sualı belə qoyurlar ki, kubikin nə qədər daşınmamış qaldı? Deyirsən ki, əgər bu adam 8 saat daşıyırdısa, 2 saata daşıyıb 8-dən 2-sin. Bura qədər problem var? Xeyr. Aha, Pilus. Çünki o da gəlib işləyib. 3 saat. İşin 6'da 3'ü görüb. Bir yazırıq. İxtisar gedir. İxtisar gedər kişi, bu qalar 4-də, bu da qalar 2-də 1. Orta məxrəc eləsək 4-də 3 olar deyirsən, eləmi? Səhv etməmsən. Bəli. İşin 4-də 3'ü görüldü. Onda 4-də 1'i görülməmiş qaldı. Yenə aydın olmadı. Mənim aydındır. Ondan sualı bir daha elə bunun üzərindən verirəm. Çünki bu işçi hüquq məsələləri nə qədər çox işləsə, nə qədər ləngi tələsməsə o qədər xeyrimizədir. Bilmirəm, inşallah ki, tınzıxmırsınız, mən üstündə qalırsa, dayandıqca. Yəni, bir şey öyrənirsə, tam dərk edir, üzərindən keçəcək. İnşallah onsuz da biz sizdən gələn dəfə işləyəcəyik məhvul məsələləri, yəni çox maraqlı həqiqətən anlayışdır. Davam edəyəkmi? Yenə 85-ci sualın üzərində dayanıb, məsəl üçün belə bir sualına gəlirəm. Birinci fəhlə işi görür 8 saata. İkinci fəhlə bu işi görür 6 saata. Birinci fəhlə 2 saat işlədikdən sonra 2 saatda gəlib işləyir, tez gəlib.
İkinci fəhlədə gəlib qoşuldu, ikisi birlikdə 1 saat işlədilər. Bax, birinci fəhlə 2 saat işlədikdən sonra, mən 2 saat əvvəl gəlmişəm, ikinci fəhlə gəlib qoşuldu buna, ikisi birlikdə əlavə 1 saat da işlədilər. İşin hansı hissəsi görülməmiş qaldı? İndi buyurun, siz cavabını tapın. On 12'də 11 değil mi cevap? Məntiqən 12-dən 11-i görülməmiş, bəlkə görülmüşü tapmısan, görülməmiş qalmayacaq. Başqa cavab alan var mı? Fatimə, cavab et. Naytavan, Lələşova. Buyurun. Mənim 12-də 7. Gəlin baxaq. 8'de 12 aldım ben. Gəlin baxaq. 12'də 9. Bax, bir dəqiqə baxaq. Birinci fəhlə 2 saat işləyib. Düzdür? Sonra ikinci gəlir qoşulur buna, əlavə ikisi 1 saat işləyir. Demək, birinci yetimin balası 3 saat işləyib. Yəni, işin nə qədərini görür? 8-də 3. Çünki 2 saat tək işləmişdir, 1 saata 1 işlədilər. 6'da 1. Amma digər fəhlə cəmi 1 saat işləyir. İşin 6'da 1-in gəlir. Yəni, öz görə biləcəyi qədərin 6'da 1-in görür. Orta məxrəc eləsək, olacaq 24 olmurmu? 24-də hamısını 3-ə vuracaq 9, 4-ə vuracaq 4 eləmir. Mənə kömək edirsiniz. Olacaq 24-də 13. İşin 24-də 13-i görülər. Görülməmiş qalar. Deməli. Haycan? 24'də 12'si qalır da. 11'i 11 24'də. qalır, 12'si yox. Oldu mu? Bəli. Bəli. Buyurun, siz sual verin, mən bir dəqiqə buna da cavab verin. Bitsin. Buyurun. Eşitəm sizə. Deyəli, daha maraq sualımız var bizim. 99'a qədər sual. Beş müəllim. 95, 92 eşitdim deyəsən. 90. 90. 90'a baxaq. ABC müsbət ədədləri üçün A kiçikdir B kiçikdir C şərti ödənirsə, 1 bölünsün A, 1 bölünsün B, 1 bölünsün C üçün deyir hansı münasibət doğrudur. Yəni müqayisə elə. Gəl A-ya 1 deyək, B-yə 2 deyək, C-yə 3 deyək. Olar mı? Bəli. Bizə isə bunların tərsləri müqayisə edib. Sən bunların tərsini tapanda, üçün tərsini tapırsan. Tərsini tapanda böyük kiçik olacaq, kiçik də böyük olacaq. A-da 1 olacaq sənin üçün 1-də 1. Yəni neçə? 1. B-də 1 olacaq neçə? 2-də 1. C-də 1 olacaq 3-də 1. Təbii ki, ən böyük 1-dir, 2-də 1-dir, ən kiçik 3-də 1-dir. Aydın olmadı. Əgər A B-dən kiçikdirsə, tərsini tapanda A B-dən böyük olacaq. Və ya da əksinə. 90 neçə dediniz? Mən tam eşitmədim burası. 95. 92, elə mi? Yani 91'de eyni tipli. 91 olsun. Deyir 0,54 ədədinin
27-də bir hissəsinin üzərində. Bax, ədədin hissəsini tapmaq üçün indi biz 5-ci sinifə qədər deyirdik ki, ədədin hissəsini tapmaq üçün kəsrin məxrəci böl sürətinə vururuq. Məsəl üçün deyirəm ki, 60-ın 5-də 3-ün nə edəcək biz? 60-ı 5-ə bölüb 3-ə vururduq. 5'e vururuq. Amma bu qaldı ibtidai sinifdə. Əgər sən 60-ın 5-də 3-ün tap deyirsə sənə, ədədi, yəni 60-ı hissə göstərənə, yəni 5-də 3-ə vururuq. Ədədi hissə göstərənə vururuq. Bax, gedişimiz yolumuz budur. İndi sən 0,57-nin 27-də 1-in tapmaq istəyirsənsə, qarşısına 54-ün daha doğrusu, vurmalısan 27-də 1-ə. Və bunun üzərinə plus 2,98 gəlsən, neçə alınır? Götürək da. Yoxsa gedər qardaş, getməz. Gedər. 0,2 alınır. O olacaq 0,2 plus 2,98. Hə, toplamaq istəyirsənsə, 2,98 plus 0,02 tam verqə düşünməlidir. Cavab olacaq 3. 3. Və bir valideyn zəng gəlib deyir mənim, valla yazıq cavab vermişsiniz, amma valla... Aha, buyurun. 94 dedilər müəllim. Şöyle bir dəqiqə başlayayım. Aha, neçəyə baxacağıq? 94 dedilər. 94 dedim. 94. Dedilər. Olsun, nə fərq var? Sən ol və ya digər olsun. Şöyle bir dəqiqə. İfadənin qiymətini hesablayın. Gəl nə edək biz burada? Mötərizənin birbaşa açaq, sonra sadələşdirərik. Bilirik ki, mötərizənin qarşısında toplama işarəsi varsa və ya heç bir işarə yoxdursa, mötərizəni açarkən ifadə olduğu kimi qalır. Birinci mötərizəni açsaq, olacaq 6,64-də 19 minus. İkincidə 5,32-də 7 plus. İkinci mötərizənin qarşısında yenə heç bir işarə yoxdur. Olacaq 3,32-də 5 plus 2,16-da 1 bərabər. İndi ifadəni sadələşdirək. Bunlar mənim ortaq nəticə. Bərabərdir. Gəl, eyni onları qruplaşdıraq. Bax, bunu görürsünüzmü? Niyə 64 gördüm bunu? Hər birinin məxrəcini gətirək neçəyə? 64-də. Birinci kəsir 6,64-də 19 olduğu kimi qalacaq. İkinci kəsirin hər tərəfini 2-yə vuracaq. Olacaq 64-də 14. İkincinə 2-yə vuracaq. Yəni də 64-də 25. 10. 2-yə vururuq axı. Hə. İkincə 4-ə vuracaq. 2,64-də 4. Beləliklə olacaq. Baxın, əvvəl toplananları 1 götürək.
Görürsünüz. 6, 3 və 2. Neçə eləyir? 11 tam 64-də 19 və 14. Neçə edir? 33 mi edir deyəsən? Bəli, müəllim. Başda, minus deyil bu. 19 ilə 10 neçə edər? 29. Üstə gəldi 29. 33. 33. Minus neçə var? 5 tam 64-də 14. 11-dən tamdan tamı çıxacaq, qalacaq. 6 tam 64-də 19 mu qalır deyəsən? 19. Bəli, müəllim. Bəli, müəllim. Eyvənd. Buyurun. Müəllim 95. 3, 95. 5. 95-ci suala baxaq. Bax, bayaqdan biz bu suala danışırdıq, deyil mi? Bir maşınla qumun hamısını daşımaq olar 8 saata. Bax, birinci maşın qumu daşıyır 8 saata. Digər, yəni ikinci maşın bu qumu daşıya bilir 9 saata. Bunlar ikisi birlikdə 4 saat işləsələr. Onda birinci maşın qumun daşıyır 8-də 4-ü, digəri daşıyır 9-da 4-ü. Beləliklə, qumun orta məxrəci 72 yazsaq, hər tərəfini 8-ə vursaq, 8 nədir? 9-a vursaq, hər tərəfini 8-ə vursaq, olacaq 36 plus 72-də 32. Düzmü yazırıq? Olacaq 72-də 68. Demək, 72-də 68-i daşınar. Nə qədəri daşınmaz? Onda 72-dən 4. Yəqin cavabda yoxdur, say edərik. Qalar 18-də bir hissəsi. Yenə aydın olmadı, misal. Müəllim oldu. Aha. Mən desəz də demişsiniz də baxacam 97-ci suala. Yenə iş çopuz məsələsi. Eyni tip suallardır müəllim. Bax, burada nədir? Birinci boru boş hovuzu doldurur 5 saata. Yazırsan, birinci boru hovuzu doldurur 5 saata. İkinci boru hovuzu doldurur 4 saata. İkinci boru hovuzu doldurur 4 saata. Birlikdə işləsələr neçə saata dolar? Bax, birlikdə işləsələr birinci boru hovuzun doldurar 1 saata nə qədər? 5-də 1-in. 5-də 1. 9 demək cavab. 4-də 1. Yalan deyirəm. İkinci doldurar hovuzun 4-də 1-in. Axı bunlar ikisi birlikdə doldurur 2 sahada, bilmirsən neçə sahada. Onda hovuzun dolar x-də 1-i. Bir də qayıdırıq. Bax, bütün işçi hovuzu, məsələn, bir dənə xətti gedişi var. 1. Birinci doldurur 5 saat, digər doldurur 4 saata. İkisi bir saat doldurar, deyirsən. Birinci əgər doldurursa 5 saata, 1 saata hovuzun doldurar 5-də 1-in. İkinci əgər 4 saat doldurursa, 1 saat doldurar 4-də 1-in. Onda x-i bir də hovuzun doldurar 1 saata x-də 1-in. Hesablasaq, orta məxrəc 20-də aydın məsələdir. Birinci hər tərəfini 4-ə alır, ikinci hamısını 5-ə vurarıq. Orta məxrəc eləmək üçün 29 bərabərdir x-də 1. Çarpad vursaq 9x bərabərdir, qardaş. 20x-də bərabərdir. 20 bölək 9. 2 tam, 9-da 2 saata. Bəli, müəllim. Oldu mu? Davam edən 105-ə qədər sual. Baha 102. 102-ci sual verən kim idi? Mən 102 dedim. Sənsən. Tamam. 103-cü suala baxırıq. Hansı doğru deyil? 6-da 5 deyir ki, 0,8 dövrdə 3-ə bərabərdir. Bax, 6-da 5 bizim üçün hansı kəsir? Tamam. Adi kəsir. Bəli. Və bu kəsir nəyə çeviriblər? Onluq kəsir. Adi kəsir onluğa çevirmək üçün tamam. Nə etmək lazım? Kəsirin sürətini məxrəcə bölmək lazım. Aysa o 0,1 bir 0 yazarıq. 6 nə idi? 8 dəfə 6 48. Qalar 2 düşür. 1 0 atar. Hər də 1 0 ata bilərik. 3. 3 dəfə 6 18. Qalar 2. 3 dəfə 6 18 olsa sonsuza qədər gedir.
olacaq həqiqətən də 0,8 dövrdə 3. Demək ki, bu doğrudur. Aydındır? Bəli. Məsələn, ilk baxanda C-lə yoxlamaq olar. Bəndidir. Asanlardan başlasaq, nə bəndidir? E bəndə baxanda görsənir, dövrü yoxsa onu deyil. Gəl, məsəl üçün, C bəndi yoxlayırıq, 9-da 5. 5-i böləcəyik 9-a, 0 tam deyil, 0 düşür. 5 dəfə 9-un 45, 5 var, 0 yazır, 5 dəfə 9-un 45 olur 0,4-də bizim 5 təkrarlanır. Aydındır? Hamısını bir yoxlayıb doğru cavaba gəlib çıxar. Çünki burada yalnız biz hansı cavabın doğru olduğunu göstərir və ya yanlış olduğunu istəyir. Ona görə biz bütün cavabları gözdən keçirməliyik. Oldu? Bəli. 105-ə qədər sual. Yoxsa keçək irəli? 105 müəllim. 105. %105-ci suala baxırıq. Diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyaların miqdarı haqqında məlumat verilmişdir. Bu tam dairəvi diaqramı bölüb müəyyən hissələrə. Birinci gün satılıb malın 11-də 1 hissəsi. İkinci gün satılıbdır malın 11-də 2 hissəsi. Üçüncü gün malın 11-də 3 hissəsi. Dördüncü gün malın 11-də 3 hissəsi. Beşinci gün bilmirik, X. Elə bizdən, əvvəlcə araşdıraq. Görək 5-ci gün nə qədər satılıb? Bizim üçün bunların hamısı nə verməlidir bizə? Tam, bütün malların hamısı. 1. Düzdür? 11-də 3 nə mən 13-də 3 aldım. Hamısını toplasaq, 11-də 1, 11-də 2, 11-də 3, 11-də 3 plus x bərabərdir 1-ə. Eləcə 11-də 9 plus x bərabərdir 1. Sən demə, x neçəymiş? 11-də 2. 2. Biz tapdıq ki, 5-ci gün məhsulun satılıb hansı hissəsi? 11-də 2 hissəsi. İndi gəlin suala baxaq. Deyir, 4-cü gün 18 ədəd əşya satılıb. 4-cü gün satılmışdır məhsulun, baxın, nə qədər? 11-də 3. Və satılan məhsulun sayı nə qədərdir? 18. 11-də 3 hissəsi 18 ədəd tapırıq. Bax, 18-in 11 üçün tapmırıq. Nə qədər imiş ki? X qədər imiş də, düzdür, biz bilmirik nə qədərdir. X-in 11-dən 3 hissəsi 18 verir. X-i tapmaq üçün 18-i böləcəyik nəyə? 11-də 3-ə. Belə də baxanda hissəyə görə ədəd tapmaq üçün ədəd hissə göstərmək bölmək lazımdır. Bax, buradan çıxır. Görürsünüz, bu təyin həllindən çıxır həmin qayda. Olacaq 18 vurulsun 3-də 11, 3-ə ixtisar qədər 6 olacaq 66. Deyəm, mağazada ümumi 66 mal var imiş. O malında 5-ci gün satılıb 11-də 2 hissəsi. 66-nın 11-də 2-si neçə eləyir? Axı, biz hələ 5-ci gün axtarırıq. 6 eləyər, cavab olar 12. 12. Aha. Buyurun. 117-yə qədər sual. %107 müəllim. 107, 107, 112. 106. 106. Qatar iki stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli. Bax, Dəniz, bu iki stansiya arasındakı, yəni A-dan B olan məsafəni görürsən, nə qədər olduğunu bilirsən sən? Necə? Bax, deyir, iki stansiya arasındakı, yəni A-dan B olan məsafənin qatar getməlidir. Yolun nə qədər olduğunu bilirsən? Xeyr. Heç mən də bilmirəm. Ona nə edəcəyik biz buna? X. Aha. İndi bax, deyir, qatar
bu məsafənin, iki stansiya arasındakı məsafənin 15-də 7-sini getdikdən sonra gedib nə qədər? Bax, fikir ver ha. 15-də 7-sini. Plus əlavə 3 kilometr getməlidir ki, çatsın yolun yarısına. 2-də 1. Şöyle düşmədi? Ben düştüm. Bir dəqiqə, bunu qeyd edən sözümdən çıxacaq. Aha. Deməli, yolun 15-də 7 hissəsini getdikdən sonra plus 3 kilometr getməlidir ki, yolun çatsın yarısına. 3 bərabərdir 2-də 1 x minus 15-də 7x-də əldə dəyişən tərəfə yığırıq. 3 bərabərdir, orta məxrəc 30-dur. 30 olmaq üçün birincinin hər tərəfini 15-ə vuracaq. Olacaq 30-da 15x. İkincinin hər tərəfini 2-ə vuracaq. 30-da 14x. 3 bərabərdir 30-da 1x. X də bərabərdir neçəyə? 3-ü vuracaq, 1-də 30-a. Tərsən vuraq. Olur nə qədər? 90. Məsələn, nə qədər imiş? 90 kilometr. 90 kilometr. Tam aydın oldu mu dəniz gediş, yoxsa bir də baxaq? Bir də baxa bilərik. Baxmayaq ki. Bax. İki stansiya arasındakı məsafə. Buradan bura məsafəni bildirir. X eləmi? Bəli. Deyir qatar bu məsafənin gedib bu qədərin. Məsəl üçün bura qədər. Yəni nə qədərin? 15-də 7-sin. 7-sin. X-in 15-də 7-sin. 15-də 7x. Plus bir 3 kilometrdə getsə, yəni plus 3 çatar yolun yarısına. Yəni onlar yolun hansı hissəsi? 2-də 1 hissəsi. 2-də 1. Yenə aydın olmadı. Mənim oldu. Dəqiq. Bəli. Məsəl üçün, onda sənin sualı dəyişirəm. Deyirəm ki, qatar 2 stansiyadakı məsafənin 6-da 2 hissəsini gedib və əlavə 7 kilometr getsə, çatar yolun yarısına. Ne edərik biz burada? 6, 2x, yəni 3-də 1x üstə gəl 7 bərabər. Ay, sağ, xoşum gəldi 3-də 1 deməyindən. 6-da x-i onun nə edilə? 3-də 1. Bu adam yolun 3-də 1-in gedib. Sonra? Üstə gəl 7. 3-də 1, 7 getsə nə baş verər? Yarısı dediyinə görə 2-də 1x. Tutdun məntiqi? Bəli. Əla. Kişilər, cəld olun, suallara baxaq. Eşitəmsə, vurun. 114. 109. 109. 109 kimi sualdır? Mənim. Ay Fatimə. Praktik sualdır. Bu sualları, yəni biri var təfəkkür istəyən suallar. Məsələn, burada demək ki, sən kəsrlə əməliyyat ilişirsən. Bax, bizə verib 7,5 bölünsün 3,4-də 3. Görürsən Fatimə? Minus 2-də 3-ün kvadratı neçədən Fatimə? 4-də 9. Ay yaşa. Çünki məncə sən bu sualı ilişməli deyilsən. Bərabərdir. Yazdım, cavab almadım. Haycan? Yazdım, cavab almadım. Demək gediş eləmişsən. Bax, 7,5 bizim üçün nə deməkdir? 7,5 bölünsün. 3,4-də 3 çıxılsın. 4-də 9-u çevirmək üçün 9-u bölərək 4-də 2 düşər, 1 qalıq qalar, düzdür? Eləyər 2,4-də 1. Yəni, çevirək adi kəsrədə. Bərabərdir. Axı, biz qarşı kəsrə vurub və ya bölə bilmirik. Əvvəl bu nəyə çevirək? Düzgün olmayan kəsrə olacaq 10-da 75 bölünsün. İndi qarşı kəsr çıxanda tamdan tamı çıxır, kəsrdən kəsr çıxacaq, eləmi? 3-dən 2 çıxsaq, qalacaq 1,4-də 2, eləmi? Bəli. Yenə bunu çevirək düzgün olmayan kəsrə. 10-da 75 bölünsün 4-də 6. O da olacaq 10-da 75 vurulsun 6-da 4. İnşallah gözlədən qaçan inşallah bir şey olmaz. Olacaq. İxtisarlarımız aparaq. 3-ə ixtisar gedər. 2 qalar. Neçə qalar 3-ə getsə? 25. 25. 25. 5-ə ixtisar gedər 5 qalar.
Burada neçə qalır? Eşitdir. 2 qalar. 2 ilə 2 Dörd gedir, gedir. cavab verə 1 qalır deyəsən. Yoxsa yox? Bəli. Aha. Bəli, bəli. Oldu mu? Bəli, müəllim, başa düşdüm, sağ olun. Yox, bir dəqiqə. 35-in birini itirdik. Müəllim, 109-da cavab 1 deyil axı, 5 Yox, olmalı. elə onu deyirəm də, dedim 5-in metri eşitmədim dedim. Dedim 5-in metri dedik. Xatirəcəkdir ki, bax 5-in sən çəkdin. 5 getmir axı burada. 5-in biri gedir. Bax onu deyirəm. Baxsan bura. Bəli, müəllim. Bəli. Bir də bax həmin sual yazıb, onu sənə çıxardım. 10-da 75 vurulsun 6-da 4. Bunu görürsünüz ixtisarı. Bax, ixtisarı qırmızını eləyim. Burada 6 ilə apardıq 75 ixtisar. Neçəyə? 3-ə. Burada 2 qaldı. Burada neçə qaldı? 25. 25 ilə 10 ixtisar getdi 5-ə. Bir də qaldı 5. Burada qaldı 2. Biz bax 5-in xətt görürsünüz. Təzədən 2 var, 2 edir 4. Bu 4-dən bu 4 gedir. Kəsrin məxrəcində 1 qalır. Yuxarıda 5 vuraq 1 qalır. Bu 5 qaldı. 5-dir müəllim. Oldu Bu mu? eləyir bu. Ha. Sonra 114. baxaq. Məxrəci 30 olan və 5də 1 ilə 3də 1 arasında yerləşən adi kəsirlərin sürətləri cəmi tapın. Çox maraqlı sualdır. Məxrəci 30 olsun. Və yazdım bura. 30. 30-da A yazıram. 5də 1 ilə 3də 1 arasında düşsün. 3də 1-dən böyükdür. 5də 1-dən nədir? Mən nə edirəm? 5də 1-dən böyükdür. 3də 1-dən nədir? Kiçik. Kiçikdir. Müqayisə edir. Daha doğrusu bizə deyir ki, kəsin sürətləri cəmini tapın. Yəni A neçə ola bilər? Onları A-nın alabiləcək qiymətlərin cəmini tapın. Sürətlərin 30-a gətirmək. A yaşa. Müqayisə etmək üçün birincinin hamısını vuracaq 6-ya. O olacaq 30-da 6. 30. 30-da A kiçikdir. Bunun hamısını vuracaq 10-a. 10'a. 30-da 30'da 10. A-nın mümkün natural qiymətləri 7, 8 və 9. 24. Və nəticədə olur. Zamanlı 24 deyil. Yaxşımı? 24. Şu an çalışın. Bəli, müəllim. Danışdığım zaman mikrofonu açaq. Çünki onda səs echo verir. Bax, mikrofon açıq bu. Tamam, çox sağ ol, bağladım ki. Amma sualını mütləq aç, sualını ver. Davam edək. 126-ya qədər suallarımız ümumiyyətlə. Buyurun. 115. Baxa, 115-ə. %115. Ən böyük 2 rəqəmli ədədlə neçədir bu? 99. Aha. Məxrəci 33 olan ən böyük düzgün kəsir. 33'də 32. 32. Eləmi? 32. Deyir, nəyin tapın? Hasilini. İxtisar varmı? Var. 30-a Var. qədər. 1 qalar, 3 qalar. 3 vuraq 32-də 96 edir. 96. Sual. Buyurun. %20. 120. %120-ci sualda verir. 36 minus n kvadratı bölünsün n kvadratı. Kəsrinin qiymətini tam ədəd edən natural n-lərin cəmini tapın. A. Kəsrin qiymətini tam ədəd edən natural n-lərin cəmini tapın. Bu suallarda kəsri mütləq parçalayacağıq. N kvadratında 36 minus n kvadratında n kvadrat. Onsuz n şey verir də bizə. Olacaq n kvadratında 36 minus 1. İndi biz n elə qiymətlər verməliyik ki, 36-nı tam, məsələn, n-ə 5 verə bilməzsən. 5 versən olacaq 25. Axı 36 bölü 25 tam ədəd eləmir.
Bəli, müəllim. Deyir kəsri tam ədədlərə çevrilsin. 36-nın bölənlərini tapırıq. 1, 2, 3, 6, 4, 6, 6, 9, 12, 18. 18, 36. Düz mü yazdıq? Nəsin düz yazdıq? Bəli, müəllim. Bəli, müəllim. Bəli. İndi baxın, deyir kəsrin bu edən enin kəsrin qiyməti tam edən enin natural qiymətlərinin cəmini tapın. Natural. Kvadratı 1 olan natural ədəd varmı? Bəli, var. 1. Bəli. Kvadratı 2 olan natural ədəd var? Xeyr, müəllim. Yoxdur. 3 olan var? Xeyr. 4 Xeyr. olan var? 2. 2'dir. 6 olan var mı? 3 olacaq müəllim burada da. 9 olan var. Bu da yoxdur, bu da yoxdur. 36 da var. 6. Yine mümkün natural qiymətləri 1, 2, 3 və 6. 12. Şeydir. 12. Oldu mu? Bəli, müəllim. Buyurun. Sual. Eşitəm sizə. 122. Bugün mən Dəryanın danışdığını eşitdimmi? Heç xatırlamıram. Danışdım müəllim. Eləmi? Hə. Bəli. Bizdə ol, aktiv ol. Burada ol. 122-dir, eləmi? Maraqlı sual əslində 122-ci sual. Bəli. 122-ci sualda nə var? 6 bölünsün 0,33-də 0,3, 0,66-da 0,6, 0,99-da 0,9. Elə deyilmi? Bərabər. Bəli. Altını saxlayırıq. İlk öncə bu kəsirlərin hamısını gətirək tamam. Hər birini neçəyə vuracaq? 100-ə. 100. 33-də 3, 66'da 6, minus 9, 99'da 9. Yenə də hər iki ifadə olduğu kimi saxlayaq. Bax, bu ixtisar gedir. 11-də 1, plus 11-də 1, minus 11-də 1. 11-də 1'in biri gedir. Qar 6 bölünsün 11-də 1. Kəsrlə bölünməsinə görə birinci tərəf olduğu kimi bu qar ikincinin tərsinə vuracaq. 66. Oldu? Bəli. 124. Baxa, 124-dən. 3 ardıcıl tək natural ədədin cəmi. 3 ardıcıl tək natural ədəd. Bunun biri 2n minus 1'dir. Bax, ardıcıl natural cütləri 2n'dir. Ardıcılar 2n minus 1. Sonra olacaq 2n plus 2 neydi? 2n plus 1. Olacaq 2n plus 3. Axı, ardıcıl tək natural ədədlər 2 artır. Hə, qızım? Bəli. Hə, demiyorum. Hə, olar. Gəl götür. Tamam, götür. Baxın. Deyir ki, tək natural ədədlərin cəminin, əvvəl bunların cəmini tapaq, toplasaq. 2n, 2n, 2n. Olacaq neçə? 6n. Mənfi 1-dən qalar 3. Cəminin, yəni 6n plus 3-ün 5'də 3 hissəsi, vuraq 5'də 3, görürsünüz? Bərabərdir 70,2. Bu ədədlərin böyüyünü tapaq da, tənlik həll etmək üçün, məhsul vurğu tapmaq üçün, hasili, yəni 70,2-ni məlum vurğuya bölmək lazımdır. Yəni, neçəyə? 5'də 3. Bölmək üçün də tərsinə vuracaq. Yəni, 3'də 5'ə. Elədir? Bəli. Bunu da ixtisar gedirmi? Gedir əslində. 24 deməli 23 çıxaq deyəsən, 23,4 çıxaq deyəsən. 23. Tam 14 çıxaq deyəsən. 6n plus 3 də bərabərdir 23,14 vurulsun 5. O da olar 20, 15.
7, 11 virgül atsaq, yəni 6n plus 3 bərabərdir 117. 6n də bərabərdir 114-ə. N də bərabərdir 114-ü böləcəyik 6-ya. Düşər neçə? O 9-a deyəsən. M 19-dur. Bizə bu ədədlərin nəyi istəmişdi? Böyüyün. Bunların içində ən böyük şeydir 2n plus 3. Yəni 2 vuraq 19 plus 3. 38, 41 midir deyəsən? 41. Olar mı? Müəllim olar. Onsuz da video qeyd görəcəm, inşallah baxarsın əlavə, nə ehtiyac varsa. Buyurun, yekunlaşdıraq. 2 sualımız qalır. Hansına baxaq? Ehtiyac var mı məsələn? Nəyə baxaq? 126-ya baxaq mı? Baxaq. 125 işləmişsiniz ki, güya. Mən işləməmişim 125-i. Baxın, deyir, əvvəlcə səbətdən 6 alma. Səbətdə nə qədər alma var idi? X. X qədər alma var idi. Əvvəlcə səbətdən 6 alma götürdük. 6. Əla. Sonra qalan almaların 1/3 qədər götürdük. Yəni, x minus 6-nın 1/3 qədər. Gözü doymuyub, təzən bir yenə də 6-sını götürür. Nəticədə əvvəlki almaların yarısı qədər alma qaldı. Sual aydın oldu mu? Bax, x qədər alma var idi. Nə qədər var idi bilmiyorum. X qədər idi. X qədər, bəli. Əvvəlcə 6-sını götürüb. X minus 6. Sonra götürdüyünün 1/3 qədər. X minus 6-nın 3/3 qədər. Və daha sonra bir də 6 dənəsini götürüb ümumiyyətlə 2/1 qalıbdır. Sadələşdirsək x minus 6 minus 3/1 x plus 2, yəni vurub açsaq, minus 6 bərabərdir 2/1 x-ə. Olacaq x minus 3/1 x keçir bu olur minus 2/1 x bərabərdir. Mənfi 6 ilə mənfi 6 eləyər mənfi 12. Üstə gəl 2, mənfi 10 keçər olar 10. Sadələşsək olacaq x minus orta məxrəcə gətirsək 6-da 2x minus 6-da 3x bərabərdir 10. Çıxsaq qalar 6-da 1x deyəsən bərabərdir 10, x bərabərdir 60. 60-a. Nə qədər alma var əvvəlcə? 60-dır. 65 almalıydı. Səhv yazdım deyirsən. Düz yazdım axı. Düzdür müəllim. Mən həmişə Müəllim 60-da. bir söz demirəm, mən həmişə fikircə hörmətlə yanaşıram, müşavirə riyaziyyatdır. Yəni gözümüzdə mexanik bir səhv qaça bilər, amma yəni səhv etmədik, 60 olmalıdır. Aha. Bununla bitirir kəsr anlayışını, düzdürmü? İndi mən sizə kəsrin son olaraq maraqlı bir dənə quizini göndərəcəm. Suallar az olacaq, sualların sayı. Çalışacağım bazar günü də onun sizə həllini çəkin göndərim. Həllinə özünüz üçün baxın, yoxlayın, cavablarınızı müqayisə edin. Hamısının həllini çəkib göndərəcəm inşallah. Sabah dərs yoxdur. Sabah şənbə gündür, sabah yox, həftənin tək günə keçir axı biz. Sabah əlavəmiz yoxdur. Əlavə onda salır. Və bir dənə yenilirəm, amma sizə test göndərəcəm. Bazar günü onu işləyərsiniz. Bazar günü onu sizə həllini göndərəcəm. Yəni artıq sanki dərsimiz var da, yoxlayın, həll edin, müqayisə edin. Yaxşımı? Birinci gün keçəcək biz sizlə inşallah faiz anlayışına. Oldu? Yaxşı. Kəsr anlayışını oxuyun, özünüz üçün təkrar edin. Sağ olun, uğur olsun.